İkincidə deyir ki, dayanmanın qadağan edildiyi yerlərdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya və soldakı şəklə bax. Burada dayanmaq, durmaq qadağandır. Burada maşınımız xarab olubsa, ya işığımızı yandırmalıyıq, ya işığımız işləmirsə və ya başqa bir səbəbdirsə, üç bucağa qoşmalıyıq. Üç bucağa qoymalıyıq. Özümüzdən neçə metr arxada? 30. Aysa. Əgər bu qadağan olunan yerə aiddir. Deyək ki, yolda qadağan bir şey yoxdur. Bax, bu yolda qadağan olunan bir şey yoxdur. Amma maşını gətirib elə yerdə saxlamışıq ki, digər hərəkət iştirakçılarına maneçilik yaradır. Burada xarab oldu maşınımız. Buradan çıxan adam bizim yolumuzdan çıxa bilmir. Bizə görə çıxa bilmir. Ona görə belə vəziyyətdə də qadağan olunmayan küçədə də biz yenə işığı yandırırıq və yaxud üç bucağı qoyuruq. Deməli, iki halda biz üç bucaqdan və ya işıqdan istifadə edirik. Ya küçədə qadağandır dayanıb durmaq. Biz orada dayanırıq məcburi və yaxud qadağan küçə deyil, amma bizim sakit dayanmağımız kiməsə mane olacaq. O zaman yenə üç bucağı və ya işığı yandırırıq.